Salam dəyərli müəllimlər. Dərsimiz 5-ci sinifin 15-ci mövzusu olan metalla işləmək üçün iş yeri, alət və tərtibatlar mövzusudur. Metalla işləmək üçün xüsusi təchiz edilmiş iş yeri lazımdır. Bəli, hər bir əməliyyatı yerinə yetirmək üçün oduncaqda da, metalda da bizə iş yeri lazımdır. Metalın əli ilə emalı üçün isə iş yeri haradır soruşulsa, çilingər verstakı və yaxud da ki, kombin edilmiş verstak deyirik. Deməli, bizdən soruşulsa ki, metalın əli ilə emalı üçün iş yeri haradır? Çilingər verstakı və yaxud da ki, kombin edilmiş verstakdır. A və B şəkillərində hər ikisini də görürsünüz və hissələri də ardıcıllıqla verilmişdir. Deməli, gələk indi həmin bu hissələrə nəzər yetirək. Nə deyir? Birinci hissəsi nədir? Metal karkas. Hər ikisində də birinci hissə metal karkasdır. 2-də stol üstü, 3-də qoruyucu tor, 4-də məngəni, 5 alətlər üçün yeşik və oturacaq. Baxın, B variantında A-da, yəni çilingər verstakında hər 6 hissədə var. Amma B-də sadəcə bir hissə yoxdur. O da alətlər üçün yeşik olan hissəsi, belə deyək, kombin edilmiş verstakda yoxdur. Şəklə də baxsaz, dəqiqliklə görəcəksiniz ki, hər bir hissə var. Hansı hissə hansı yerdə yerləşir və orada sanki belə çəkməcə kimi olan hissə alətlər üçün yeşikdir, 5 ilə göstərilən, amma o kombin edilmiş verstakda yoxdur. Daha sonra verstak emal zamanı bərkitmək üçün bizə çilingər məngənəsi lazımdır. Çilingər məngənəsi də şəkil 2-də göstəriləndir və onun hissələri var. Məngənənin quruluşuna baxırıq. Nədir? Vint, hərəkətsiz dodaq, hərəkətli dodaq, dayaq çatısı, dəstək, buna link də deyilir. Belə. Amma B şəklində göstərilən isə məngənənin sxemidir. Qarışdırmayın, ha. B şəklində olan məngənənin sxemidir. İndi məngənənin sxemi haqqında danışanda o şəkli sizə izah edəcəm ki, orada nə demək istəyir. Daha sonra, burada 2 məqam var. Məngənənin iş prinsipi, bir də məngənənin sxemi. Baxın, iş prinsipini soruşanda sanki məngənə hansı hərəkətləri icra edir, hansı işi yerinə yetirir, hər birini ətraflı, ardıcıl, belə deyim də, təfərrüatı ilə qeyd olunur, deyir. Yəni ki, məngənə nə iş görür? Hansı fəaliyyəti yerinə yetirir? Deyir ki, məngənənin iş prinsipi belədir. Burada məngənənin sxemi ilə məngənənin iş prinsipini bir-birinə qarışdırmayasınız deyə deyirəm. Deməli, məngənənin iş prinsipi. Pəsta. Baxın, məngənəyə baxırsınız, şəkil 2-də göstərilən məngənə. Həmin o dodaqlar arasında pəstahı yerləşdiririk. Sonra dəstəyini görürsünüz. Dəstəyi də 5 rəqəmindən göstəriləndir. Saat əqrəbi istiqamətində fırlatdıqda işlək vint pəstahı hərəkət edən dodaqlar arasında sıxır. Neynir? İşlək vint. Baxın, vint də 1-dir. 1 ilə göstəriləndə vintdir. Hərəkət edən dodaqlar arasında, çünki artıq bu dəstəklə vint hərəkət etdikdə, bu hərəkətli dodaq hərəkətsiz dodağa yaxınlaşır və pəstah onun dodaqları arasında sıxılır və emal olunur. Bəs bizdən soruşsa ki, məngənənin sxemi nədir? O zaman şəkil B-yə baxırıq. Məngənənin sxemində isə, baxın, belə bir şeydir. Hərəkətin bir halqadan digərinə dəstəkli vintdən hərəkətli dodağa ötürülməsi göstərilir. Baxsaz, indi şəkildə nə deyir? Yenə deyirəm, məngənənin sxemində hərəkətin bir halqadan. Çünki bu vint hansı formadadır, müəllimlər? Vint, mən də sizə bunun məngənənin sxemində olan videosunu da atacam. Baxın, məngənənin bu ara hissədə olan bu vint var, ha. O vint özü də dəmir parçası var, bu hər iki dodaq arasında. Onun özü də vint formasındadır. Bu, belə deyim, hərəkətli dodaq o vintlər arasından keçərək, hərəkət yəni bir halqadan, o da nə vasitəsilə? Vint əslində birdə olan göstəriləndir. 1-dən 5, belə deyək də, bir yerdə. Dəstəyi fırlatdıqda vint də hərəkət edir. Amma bu, hər iki dodaq arasında olan hissədə vint formasındadır. Yenə deyirəm, onun şəklini sizə atacağım videosunu, orada biləcəksiniz ki, nə demək istəyirəm. Bu dəstəkli vinti, belə deyim, hərəkət elətdirən zaman artıq bu halqalar, yəni bu arada olan halqalar başlayır, hərəkət bir halqadan digərinə keçir. Yəni artıq bu dodaqlar bir-birinə yaxınlaşır. Bu da olur, necə deyirik buna? Deyirik ki, hərəkətin bir halqadan digərinə, dəstəkli vintdən. Çünki dəstəklə vint bir yerdədir. Dəstəkli vint və dəstəkli vintdən hərəkət dodağa ötürülməsi göstərilir. Bu da belə. Daha sonra metalın işi üçün
daha doğrusu metal emal üçün Verstakdan başqa digər alət və tərtibatlardan da istifadə olunur. Onlar da burada göstəriləndir. Xəttkeş, bucaqlıq, çilingər qayçısı, çəkic, taxta çəkic, burğular, cız çəkən, kerner, əymə tərtibatları, sağanaqlar. Bunlar sağanaqların da 4 belə deyim forması var. Onları da sizə yazılı formada atacağam ki, yadınızda qalsın. Belə müəllimlər, bu da bu qədər. Sadə bir dərsdir, qısa bir dərs. Sadəcə burada əsas məqamlar sizə deyirəm, məncənənin hissələrini, daha sonra kombinə edilmiş və çilingər Verstakın hissələrini öyrənirsiniz. Daha sonra orada baxırsınız məncənənin iş prinsipinə, məncənənin sxeminə. Burada yoxdur başqa heç nə. Belə. Yaxşı öyrənin və sadə bir dərsdir.